Qoç, zəruri ehtiyac olmadan risk etməyin, tələsik addımlar atmayın. Ətrafınızdakı insanların sizdən narazı qalmalarına imkan verməyin, intriqalardan, təxribatlardan uzaq durun. Buğa, şəxsi münasibətlərin həlli üçün əlverişli zaman deyil, dialoq uzana bilər. Etirafları təxirə salın, daşınmaz əmlak, miras, ailə büdcəsi, ev təsərrüfatı ilə bağlı məsələləri təkrarən müzakirə etməyiniz məsləhətdir. Əkizlər, imkanlarınızı dəqiq hesablayın. Yenilənən şəraitdə maddi potensialınızı formalaşdıran məqamlara diqqət edin. Yeni maliyyə mənbələri, gündəlik qayğılar və ödənişlər aktuallaşır. Xərçəng, planlı işlərə üstünlük verin, yanlış qərarlardan qaçın. Məsuliyyətdən yayınmayın, etibara, keyfiyyətə, stabilliyə, yüksək səviyyəli nəticələrə can atın. Gündəlik məsələləri qaydaya salın. Şir, maliyyə ilə bağlı mübahisələri həll edin, mövqelərinizdən geri çəkilməyin. İnatkar, amma səbirli olun. Problemlərinizi artıran insanlardan maksimal dərəcədə uzaq durun. Qız, günün ilk yarısı yeni işə başlamaq üçün əlverişli zaman deyil. Birgə fəaliyyətdə şərikinizi tələsdirin, layihənizi hərtərəfli yoxlayın. Cari məsələlərdə avantürizmə yol verməyin. Tərəzi, tələsməyin, yeni material axtarışları çətinləşəcək. İdeyanız o qədər də mükəmməl deyil, çatışmazlıqları aradan qaldırın. Real gəlir və praktiki mənfəət vəd edən işlə məşğul olun. Əqrəb, idealist olmayın, sizi maraqlandıran proseslərin praktiki həllini araşdırın. Maliyyə ilə bağlı problemlər yaranarsa, səbəbləri öyrənmədən işə başlamayın. Razı salma qabiliyyətinizdəki azalmalar etibarınıza zərər verəcək. Oxatan, sürprizlər vəd etməyən psixoloji baxımdan sakit gündür. Çətin qərarların qəbulunda tələsməyin. Köklü dəyişikliklərin azlığı əhvalınıza müsbət təsir edəcək. Narahatlıq üçün heç bir səbəb yoxdur. Oğlaq, müstəqil çalışmaq, səs-küydən uzaq olmaq istəyəcəksiniz. Yaşanan hadisələrə marağınız azalmasın. Əlaqələri aktivləşdirin, qərar verərkən tərəfdaş və şəriklərin düşündüklərini nəzərə alın. Dolça, stabilliyə ehtiyac var, yüz ölçüb bir biçin. Gəlirləri artırmaq üçün alternativ yollar axtarın. Yalnız öz maraqlarınızı təmin edəndən sonra tanışlarınızın istəklərini reallaşdırın. Bununla belə xudpəsənd olmayın. Balıqlar, bugün işlərinizdə irəliləyiş istisna deyil. Yaxınlarınız sizin başladığınız layihələrin bəzilərinin öhdəsindən gələ bilmir. Qətiyyətli olun ki, ətrafınızdakı insanlar da sizdən ibrət götürsün.